elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyini dəyişir. Belə liderlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. 1923-cü il mayın 10-da Azərbaycanın tarixi torpaqlarından olan Naxçıvan şəhərində dünyaya göz açan dahi lider Heydər Əliyev çox uşaqlı, sadə bir ailədə böyüyüb boya başa çatmışdır. Dəmir yollarında çalışan atası Əlirza bəy ailəni çətinliklə dolandırmasına baxmayaraq övladlarını da oxutmağı özünə borc bilirdi. Heydər Əliyev böyük çətinliklə də olsa 1929-cu ildə Naxçıvanda ibtidai təhsil almağa başladı. Ən yadda qalan mənim üçün əziz adamlar mənim Naxçıvandakı müəllimlərim. Heydər Əliyevin fitri istedada malik olması artıq özünü göstərmişdi. O, memar olmaq arzuluyurdu. Lakin tale yolları onu başqa səmtə yönəltdi. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirən Heydər Əliyevin ali təhsil almaq üçün Bakıya getməsi yaşlanmış Əlirza bəy üçün artıq mümkünsüz idi. Onun işləməyə gücü qalmamışdı. Buna görə də atası Heydər Əliyevi ailəyə kömək olsun deyə öz yanında saxlamaq niyyətində idi. Həmin dövrlərdə kəndlərdə müəllimlərə böyük ehtiyac olduğu üçün texnikum məzunlarını rayonlara müəllim olaraq göndərirdilər. Buna görə də Əlirza bəy oğlunun rayonların birində çalışıb ailəyə maddi baxımdan kömək etməsini istəyirdi. Həmin an Heydər Əliyev çox məyus olmuşdu. Bir müddət sonra anasının və qardaşlarının böyük dəstəyi ilə Heydər Əliyev atasını yola gətirib Bakıya doğru istiqamətlənməyi bacarmışdı. Xəyallarının şəhəri olan Bakı şəhərinə ayaq basmışdı. 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun, yəni indiki adıyla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Memarlıq Fakültəsinə qəbul oldu. Bütün dünyanı cəhənnəmə döndərən İkinci Dünya Müharibəsinin başlanması onun təhsilini tamamlamasına imkan vermədi. 1941-ci ilin ortalarında İkinci Dünya Müharibəsinin başlaması ilə əlaqədar Sovet Sosialist Respublikasında səfərbərlik elan olundu. Türklərin yaşadığı ərazilərdən tələbələr də daxil olmaqla əli silah tutan yüz minlərlə insan hərbi xidmətə cəlb olundu. Lakin Heydər Əliyevi müharibəyə aparmadılar, daha vacib işə göndərdilər. Savadını, qabiliyyətini, təşkilatçılığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Xalq Daxili İşlər Komissarlığında işə götürdülər. Sonra o, Muxtar Respublikanın Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsinə irəli çəkildi. 1944-cü ildə Sovet Sosialist Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə işə göndərildi. Həmin il yanvar ayının 27-sində işə girmək üçün ərizə yazdı. Bir il əvvəl o, Komünist Partiyasının üzvü seçilmişdi. İkinci Dünya Müharibəsi illərində Sovet ordu birləşmələri Cənubi Azərbaycana yeridildikdən sonra Heydər Əliyev oraya göndərilmiş və Azərbaycanlılar arasında fəal iş aparmışdır. Sonra o, Ukrayna cəbhəsində hərbi əks kəşfiyyat qrupunun üzvü olmuşdur. Azərbaycanın hüquq mühafizə orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək 1950-ci ildə Sovet Sosialist Respublikasının Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin bölmə rəisi vəzifəsinə də yüksəlmişdi. 3 il sonra isə Dövlət Təhlükəsizlik Komitəsinin əks kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq mütərəqqi ənənələrini davam etdirmiş, öz xalqına və vətəninə sədaqətlə xidmət etmişdi. Xəlil Rızanı həbs etmək məsələsini qoymuşdular. Onu da mən qoymadım, xilas etdim. Neçə belələrini. Əkrəm Əylisli var, indi çox qeyri-sabit bir adamdır. Bir gün belə danışır, bir gün elə danışır. Mən ona çox köməklər etmişəm. İstedadlı yazıcıdır, həqiqətən. Çox istedadlı yazıcıdır. Ancaq indi yəqin ki, nəyisə çatmır da bu adamın. Bəli,
Neçə dəfə onun həbs olması haqqında mənim qarşısında təklif qoyulmuşdu. Mən qoymamışdım. Ulu Öndər 1941-ci ildə hərbi xidmətə cəlb olunduğu üçün yarıda qoyduğu təhsilini 1951-ci ildə Leningradda, yəni indiki Sankt-Peterburg şəhərində davam etmiş, 1957-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdi. Ötən əsrin 40-cı illərindən təhlükəsizlik orqanlarında əmək fəaliyyətinə başlayan Heydər Əliyev 1965-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təyin olunur. Bu təyinat onun sonraki vəzifə karyerasında həlledici rol oynadı. 1965-ci il martın 31-də polkovnik rütbəsi ilə təltif olunan Heydər Əliyev növbəti ildə Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər kadrlarının təkmilləşdirilməsi kursunda 4 ay oxuyaraq oranı əla qiymətlərlə başa vurdu. 2001-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana rəsmi görüşə gələrkən həmin şəhadətnaməni Heydər Əliyevə təqdim edir. Здесь написано свидетельство старшего лейтенанта Алиева Гейдара. 16 мая 1949 года и результаты его учебы. Я все не буду зачитывать, отдельно зачитаю. Диалектический и исторический материализм. Отлично. Чекистская подготовка. Отлично. Экономическая и политическая география СССР и зарубежных стран. Отлично. Уголовное право. Отлично. Литература. Зачет. Военное дело. Зачет. Русский язык. Отлично. 1967-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edildi. Adətən belə vəzifələrə ruslar və Ukraynalılar təyin edilirdilər. Ancaq Brejnevlər ailəsi ilə yaxın münasibətdə olan Heydər Əliyev bu səddi qırıb keçməyi bacarmışdı. Onu da qeyd edək ki, Heydər Əliyev 1967-ci ildə Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsinə qədər yüksələrək təhlükəsizlik orqanlarında belə bir rütbə daşıyan ilk Azərbaycanlı olmuşdu. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin narahat edən məsələlər arasında milli kadrlara geniş yer verilməməsi vardı. Hətta demək olar ki, Heydər Əliyev bundan ciddi narahatlıq keçirirdi və o, milli kadrların yüksək vəzifələrə irəli çəkilməsi üçün özünə məxsus planlar hazırlayırdı. 14 iyul 1969-cu il tarixi Azərbaycan Respublikasının Azərbaycan xalqının tarixinə əbədi olaraq həkk olunmuşdu. Çünki məhz həmin gün Ulu Öndər Heydər Əliyev iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etməyə başlamış, məhz həmin tarixdən Azərbaycan dövləti həqiqi inkişaf dövrünə qədəm qoymuşdu. Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yeri tuturdu. Respublikamız Sovet Sosialist Respublikasında ümumi inkişafdan geri qalan aqrar ölkə kimi tanınırdı. Heydər Əliyev Azərbaycandakı mövcud vəziyyətlə çoxdan tanış olduğuna görə, görüləcək işləri müəyyənləşdirmək üçün vaxt itirməyə ehtiyac qalmamışdı. Heydər Əliyev Azərbaycanda bütün sahələri əhatə edən inkişaf proqramı hazırlayaraq, Sovet Sosialist Respublikasının rəhbərliyinə göndərmiş, 40-a yaxın nazirlik, komitə və təşkilat tərəfindən bu tədbirlər planının təsdiqlənməsinə nail olmuşdu. Heç bir sahə bu sənəddən kənarda qalmamış, böyük işlər görülməsi üçün külli miqdarda vəsaitin ayrılması da həmin sənəddə öz əksini tapmışdı. Heydər Əliyev hər zaman milli kadr potensialının gücləndirilməsini də zəruri hesab edirdi. Onun təşəbbüsü və hərtərəfli dəstəyi ilə Azərbaycanlı tələbələr təhsil almaq üçün Sovet Sosialist Respublikasının ən nüfuzlu ali məktəblərinə göndərilir. Təhsilini başa vurduqdan sonra ixtisas artırma kurslarına cəlb edilir. Vətənə formalaşmış kadr kimi qayıdır və qısa zaman ərzində ixtisaslarına, peşələrinə uyğun işlə təmin olunurdular. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 2 hərbi məktəb,
mülki aviasiya məktəbi, müxtəlif profilli zavodlar, fabriklər, elm, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib, xalqın ixtiyarına verildi. Respublikamızın hər yerində iri miqyaslı tikinti quruculuq və abadlıq işləri aparılırdı. Göz oxşayan parklar, xiyabanlar salınır, yollar çəkilir, körpülər, yaşayış evləri, məktəblər, xəstəxanalar, idman və istirahət kompleksləri, mədəniyyət mərkəzləri, sanatoriyalar tikilib, insanların ixtiyarına verilirdi. Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri də Azərbaycan dilinin qorunması idi. Həmin dövrdə Azərbaycan dili ikinci dil kimi qəbul olunmuşdu. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevlə danışıqlarda ana dili problemini müsbət formada həll etdi. Heydər Əliyevin təşəbbüsü ilə xalq mədəniyyətinin qorunması, inkişaf etdirilməsi, milli mənəvi dəyərlərimizin qorunması və təbliğ olunması üçün tədbirlər keçirilirdi. Azərbaycanla bağlı həqiqətlər dünyanın hər yerinə çatdırılırdı. Xarici qonaqların ölkəmizə rahat şəkildə gələ bilməsi üçün şərait yaradılırdı. Danılmaz faktdır ki, o dövrdə Azərbaycanı dünyada daha çox Heydər Əliyevə görə tanıyırdılar. Respublika vətəndaşlarının taleyi Heydər Əliyev üçün olduqca önəmli idi. İşsizlik problemi tamamilə həll edilmişdi. Belə ki, aylıq əmək haqlarının artırılması və peşə fəaliyyətindən asılı olaraq işçilərə müəyyən güzəştlərin olunması ənənə halına çevrilmişdi. Respublika vətəndaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması və istirahəti üçün sanatoriyalara göndərilməsi də diqqət mərkəzində idi. Heydər Əliyevin yürütdüyü siyasət iqtisadi sahədə də öz müsbət nəticələrini göstərirdi. Artıq Azərbaycanda xeyli sayda yeni müəssisələr, istehsal sahələri yaradılmış. Xüsusilə neft-kimya sahəsində uğurlu addım atılmışdı. Zavodlar və fabriklər o dövr üçün ən yeni hesab olunan avadanlıqlarla təchiz olunmuşdu. Bu, görülmüş işlər nəticəsində Azərbaycanın digər respublikalardan iqtisadi asılılığının azalması müşahidə olunurdu. Sovet Sosialist Respublikasında elə bir müəssisə var idi ki, o yalnız Azərbaycanda idi. Bütün bu nailiyyətlər Azərbaycanı addım-addım müstəqilliyə aparırdı. Heydər Əliyev uğurlu siyasi fəaliyyətin nəticəsi olaraq 1982-ci ildə Sovet Sosialist Respublikası Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Ümumilli liderimiz bu vəzifəyə yüksələn ilk Azərbaycanlı idi. Heydər Əliyevi yalnız ermənipərəst Mikhail Qorbaçovun gözü götürmürdü. Bunun da müəyyən səbəbləri vardı. Müəyyən məsələlərin müzakirəsində fikirləri düz gəlməmişdi. Şantaj və təzyiqlərin Heydər Əliyevə yapışmadığını görən Qorbaçov və onun komandası sonda müxənnət bir üsula əl atdılar. İstefaya göndərilməsi üçün Heydər Əliyevin səhhətində ağır xəstəlik tapılmalıydı. 1987-ci ildə Heydər Əliyevin həyatında çətin bir dövr başlandı. Həmin il oktyabrın 21-də Mərkəzi Komitənin keçirdiyi plenumu haqqında məlumatda deyilirdi. Səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar plenum, siyasi büronun üzvü vəzifəsindən azad edilməsi barədə Heydər Əlirzaoğlu Əliyev yoldaşın xahişini təmin etmişdir. Ali Sovetin 1988-ci il mayın 26-sında çıxardığı qətnamədə göstərilirdi ki, Heydər Əliyev tutduğu vəzifədən səhhəti və təqaüdə çıxması ilə əlaqədar azad edilib. Mikhail Qorbaçov bu addımı Azərbaycana qarşı çirkin siyasətini reallaşdırmaq üçün atdı. Xalq etiraz səsini qaldıraraq azadlıq istəyini bəyan edəndə, son günlərini yaşayan Sovet Sosialist Respublikası İttifaqı hakimiyyətini itirməmək üçün 1990-cı il yanvarın 20-sində Bakıya ordu yeritdi. Azərbaycanın o zamanki rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Vəzifədən uzaqlaşdırılmasına, ona qarşı olan təhlükələrə və təqiblərə baxmayaraq, Heydər Əliyev 1990-cı il 20 yanvar günündə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bu vəhşiliyi pisləməklə yanaşı, onun törəmə səbəblərini açıqladı. O zaman nümayəndəliyə gələrək Sovet Sosialist Respublikasının rəhbərliyini suçlandırmaq çox riskli bir iş idi. Amma Heydər Əliyev həmişə olduğu kimi yenə də yenilməz idi.
Xalqın taleyinə biganə qala bilməyən Heydər Əliyev, onu gözləyən ciddi təhlükələrə baxmayaraq, 1990-cı il iyulun 20-sində Azərbaycana qayıtsa da, onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22-si Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qaldı. Naxçıvan əhalisi böyük sevinclə, inam və qürur hissi ilə Heydər Əliyevi qarşıladılar. 1990-cı il sentyabrın 30-da xalq dəstəyi ilə Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının deputatı seçildi. İlk növbədə 1990-cı il noyabrın 17-sində Muxtar Respublikanın Ali qanunvericilik orqanında Xalq Cumhuriyyətinin 3 rəngli bayrağı göylərə ucaldı. Muxtar Respublikanın rəsmi adından Sovet Sosialist sözləri çıxarıldı. Qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək Ali Məclis adlandırıldı. Xalqın inamını qazanan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri təyin olundu. 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də Respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. 1992-ci il Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında əməkdaşlıq protokolu, avqust ayında isə İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalandı. Xüsusi əhəmiyyət kəsb edən Ümid Körpüsü istifadəyə verildi. Naxçıvan blokada vəziyyətindən çıxarıldı. 1991-ci ilin avqust ayında Sovet Sosialist Respublikasının ləğv edilməsi haqqında verilən qərardan sonra ittifaqa daxil olan digər respublikalar kimi Azərbaycan Ali Soveti də oktyabrın 18-də suveren dövlət olaraq Dünya Birliyinin üzvü oldu. Azərbaycanda siyasi vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Ərazilərimiz işğal olundu. Ölkəni belə bir qarışıq və ağır vəziyyətdən çıxarmaq böyük cəsarət tələb edirdi. 1992-ci ildə bir qrup cəbhəçi müsavatçı dövlət rəhbərliyini qeyri-demokratik yolla ələ keçirə bilsə də, onu əlində saxlamağı bacarmırdı. Bəla oradaydı ki, həmin şəxslər daxili və xarici bədxahlara qoşularaq Heydər Əliyevə qarşı çıxır. Onun Bakı şəhərinə gəlib burada yaşamasına əngəl törədirdilər. Ölkədə vəziyyətin getdikcə pisləşdiyini və idarəçiliyin özlərindən belə çıxdığını görən cəbhəçilər də çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. 1993-cü il iyunun 9-da Heydər Əliyev çətin günlərdə xalqın yanında olmaq üçün Bakıya gəldi. 1993-cü il iyunun 15-də xalqın sevimli oğlu Heydər Əliyev Ali Sovetin səs verməsi ilə sədr təyin olundu. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycan parlamenti Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü özünün 1997-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişinin zəruriliyini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xalqa müraciətində xüsusilə vurğulayırdı. Və xalqın tələbi ilə bu ağır dövrdə Bakıya, Naxçıvandan gələn Heydər Əliyev demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin sözün əsl mənasında xilaskarına çevrilmişdir. Çünki müstəqilliyimiz əldən gedirdi, torpaqlar əldən gedirdi. Ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi. Ölkə parçalanma ərəfəsində idi. Ölkədə bir çox silahlı birləşmələr faktiki olaraq müxtəlif istiqamətlərdə hakimiyyəti və hakimiyyət orqanlarını zəbt etmişlər. Özbaşınalıq, quldurluq, xaos, anarxiya, bax, 93-cü ilin Azərbaycanı budur. Gənc nəsil bunu yəqin ki, indi kitablardan öyrənə bilir. Amma biz o dövrü yaşamış insanlar o günləri yaxşı xatırlayırıq və heç vaxt o günləri unutmamalıyıq. Heydər Əliyevin tək arzusu 150 illik mübarizə və minlərlə şəhidin bahasına əldə edilmiş müstəqilliyimizi qoruyub saxlamaq,
Azərbaycan xalqına illərdir gözlədikləri azadlığı bəxş etmək idi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8%-i Heydər Əliyevə səs verməklə ona nə qədər böyük ürəklə bağlı olduqlarını, sonsuz ümidlər bəslədiklərini bir daha bəyan etdilər. Xalqın böyük sevgisini, səsini qazanan ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının konstitusiyasına və müqəddəs kitabımız Quran-ı Şərifə əl basaraq andına daim sadiq qalacağına və ömrünün sonuna qədər doğma vətənimiz Azərbaycana, millətimizə, xalqımıza sədaqətlə xidmət edəcəyinə and içdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tezliklə ictimai-siyasi sabitlik yaradıldı. Dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı. Yüzlərlə vətən övladının şəhid olmasına gətirib çıxaran vətəndaş müharibəsinin qarşısı alınaraq erməni işğalı dayandırıldı. Azərbaycanla Ermənistan arasında uzun müddətli atəşkəsə nail olundu. 1994-cü ildə Bakıda əsrin müqaviləsi kimi nəhəng saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək yolunun bərpası üzrə konkret addımlar atıldı. Xarici neft şirkətləri ilə birlikdə axtarış kəşfiyyat, qazma, tikinti və hasilat üzrə nəhəng işlər görüldü və müsbət nəticələr əldə edildi. Nəhəng Şahdəniz qaz kondensat yatağı, orta səviyyəli Əşrəfi və Qarabağ yataqları aşkar edildi. Azəri Çıraq Günəşli kontrakt sahəsində ehtiyatlar 2 dəfəyə yaxın artırıldı. Artıq ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilirdi. Bütün bu sadalananlar Heydər Əliyevin siyasi fəaliyyətinin parlaq səhifələridir. 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti əsasında yeni yaradılmış partiyanın, Yeni Azərbaycan Partiyasının 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsindən sonra həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirmişdir. 1998-ci il oktyabrın 11-də Azərbaycan xalqı öz həyatının ən məsuliyyətli günlərindən birini yaşadı. Prezident seçkilərində Heydər Əliyevin qalib gələcəyinə heç kəsin şübhəsi yox idi. Proqnozlar özünü doğrultdu və Heydər Əliyev 76,1% səs toplayaraq yenidən Azərbaycanın prezidenti seçildi. Heydər Əliyevin ikinci dəfə prezidentliyi dövründə 1998-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6%, yaxud orta hesabla ildə 3,6% artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru, emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24%, o cümlədən yeyinti sənayesində 22%, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan xaricə məhsul ixrac etməyə başladı. İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edirdi. Heydər Əliyev vaxtilə işğal altında qalmış torpaqlarımızın azad olunması üçün hərtərəfli siyasət yürüdürdü. Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Ümummilli liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bugün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan ordusudur. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində milli ordu formalaşdırıldı
Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirə salınmaz tədbirlər görüldü. Orduda kütləvi fərarilik hallarına son qoyuldu. Hərbi intizam möhkəmləndirildi. Bugün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir. Azərbaycan xalqının taleyinə yön verən böyük dövlət xadimi, müasir Azərbaycanın memarı olan Heydər Əliyev ömrünün son illərində də bütün varlığı ilə vətəninə xidmət etməyə davam edirdi. Lakin zaman öz hökmünü verirdi. Uzun illər dövlətə və xalqa xidmət edən bu böyük insanın səhhəti ağırlaşırdı. Buna baxmayaraq, onun düşüncələri və arzuları həmişə Azərbaycanın gələcəyi ilə bağlı idi. 2003-cü il 12 dekabr. Bugün Azərbaycan tarixində dərin kədər günü kimi yadda qaldı. Məhz həmin gün xalq öz böyük liderini Heydər Əliyevi itirdi. Onun vəfatı milyonlarla insanın qəlbini sarsıtdı. Azərbaycan xalqı öz lideri ilə vidalaşmaq üçün küçələrə axışdı. Bu vida təkcə bir dövlət başçısına deyil, xalqın qəlbində yaşayan böyük bir şəxsiyyətə idi. Bugün Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun davamçısı və şəxsən özünün yetişdirdiyi bir lider İlham Əliyev tərəfindən uğurlu siyasət davam etdirilir. Azərbaycan xalqının və Heydər Əliyevin ən böyük arzusu reallaşdı. Doğma torpaqlarımız işğaldan azad edildi. Bu arzu, silahlı qüvvələrimizin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və minlərlə igid Azərbaycan əskərinin, şəhidlərimizin sayəsində reallaşdı. Biz bugün öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Azərbaycan uğurla inkişaf etməkdə davam edir. Ümumilli liderimiz Heydər Əliyevin qurduğu dövlət, müəyyən etdiyi yol və qoyduğu irs yaşayır. Onun ideyaları Azərbaycan xalqının gələcəyinə işıq tutmağa davam edir. Məhz bugünkü Azərbaycan idi Heydər Əliyevin görmək istədiyi Azərbaycan. Müstəqil, suveren, azad, bütöv Azərbaycan. Onun ruhu şaddır. Çünki cənab Prezident İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın sevgisini qazanaraq qalib gəldikdən və ölkəmizin idarəçiliyini Heydər Əliyevdən təhvil aldıqdan sonra Azərbaycanı daha da inkişaf etdirərək beynəlxalq səviyyədə etibarlı tərəfdaşa, qalib dövlətə, qalibiyyəti nəticəsində sülhü təmin edən və söz sahibi olan dövlətə çevirdi. Biz inanırıq ki, Azərbaycan ulu öndərin əsasını qoyduğu və bugün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətlə daha da böyük uğurlara nail olacaqdır. Heydər Əliyev hər zaman bizimlə olacaq. Bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır. Heç kəsin vassalı olmayacaqdır. Ancaq özü öz taleyini hər gün həll edəcək və öz gələcəyini həll edəcəkdir. Müstəqil, sərbəst olacaqdır. Mənim ürəyim Azərbaycandır. Gecəm də Azərbaycanla oldu günü. Müstəqil Azərbaycan dövlətinin özünü qorumaq üçün, xalqını qorumaq üçün gücü var və buna arxayın ola bilərsin. Və nə qədər ki Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi də var. Nə mal, nə evlər, nə pul, bunlar hamısı dünyada gəldi, ilaç edərlər. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyat üçün yaşayan insan da əbədi olacaqdır.